Möhtərəm Prezident, Ali Baş Komandan, mən bir Qarabağ müharibə veteranı, bir sahibkar kimi yenidən sizə müraciət edirəm. Möhtərəm Prezident, illərdir ki, mənim müraciətim əsasında məmurlar tərəfindən fəaliyyətim çıxılmaz vəziyyətə salınmışdır. Dəfələrlə etdiyim müraciətlər gizlədilmiş, obyektiv araşdırılmamışdır. Bunun əvəzinə yeni hadisələr törədilmiş, eynən həmin hadisələr haqqında da müraciət etsək də, onlar haqqında da heç bir araşdırma aparılmamışdır. Dəfələrlə bildirdiyim kimi, sayıb bilinməyən qədər Fuad müəllimin qəbulunda olmuşam, 2 dəfə Baş Prokuror Kamran müəllimin qəbulunda olmuşam, bir dəfə Daxili İşlər Naziri hörmətli Vilayət müəllimin qəbulunda olmuşam. Qəbul olduğum vaxtlarda hər bir zamanda ərizələri təqdim etmişəm. O ərizələr, təqdim etdiyim ərizələr haqqında da heç bir məlumat verilməmişdi. Bugün mən təkrarən sizə müraciət etməkdə əsas məqsədim 17 aprel və 4 iyun Baş Prokurorluğa dəvət oldum. Orada mənimlə söhbət əsasında bütün hadisələrə obyektiv araşdırılacağına söz verilmişdir. Ancaq çox təəssüflər olsun ki, bu günə qədər verilən ümidlərin hamısı boş bir vəziyyətə yaranmışdır. Bundan əlavə, mənim etdiyim müraciətimdə son vaxtlar icra hakimiyyətlərinə yönəlmişdir. Ayın 10-da Abşeron İcra Hakimiyyətinə və digər icra hakimiyyətinə etdiyim müraciət əsasında mənim əlimdə olan faktları təqdim etmişəm. İndi edəcəyim müraciətdə isə mənim son ümid və çarə qaldığı bir vəziyyətdə yeganə bir səsim çatdıracaq, ümid etdiyim Möhtərəm Prezident sizsiniz. Məni bəzi məmurlar bu günə qədər təhdid və təzyiq altında saxlayırdılar ki, hər şey yaxşı olacaq, hər hansı bir addım atmaq. Bunlar sanki mənim atacağım addım güya dövlətə qarşı yalanacağını bildirirlər. Ancaq təəssüflər olsun ki, mən bir Qarabağ müharibə veteranı, bir sahibkar kimi istənilən dövlət qurumumuz var. Mən xahiş edirəm, həmin dövlət qurumu lazımdırsa mənim kimliyimi araşdırılsın. Mən bundan qaçanda deyiləm. Və məni bu çıxılmaz bu vəziyyətə salan icra hakimiyyətindən tutmuş polis rəisinə qədər, polis rəisindən tutmuş müxtəlif dövlət məmurları etdiyi, törətdiyi bu hadisələrin obyektiv araşdırılmamasıdır. Mən bəli, bugün atacağım addım bilirəm ki, bəzi dövlət məmurları tərəfdən, dövlətin özü tərəfdən pis qarşılansa da, mən məcburiyyət qarşısında bu addımı atıram. Möhtərəm Prezident, mən sizə müraciət edirəm və sizin başçılığınız altında fəaliyyət göstərən Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirəm. Mənim bugün atacağım addım heç bir zaman dövlətimə qarşı ola bilməz və dövlətimə qarşı da deyildir. Yeganə ümidim atacağım addım və növbəti mərhələ atacağım addımlar hamısı yalnız və yalnız haqq səsimi Möhtərəm Prezidentə çatdırmaqdır.